Axırıncı dəfə YouTube'da çəkdiyim videoya görə insanların bir çoxu məni bilib-bilmədən qınadı. Bunun səbəbi də odur ki, çox təəssüflər olsun ki, əksər insanlar psixoloji nöqteyi nəzərdən az məlumatlıdır. Psixoloji diaqnozlar haqqında demək olar ki, heç nə bilmirlər və bildiklərini də doğru qəbul edərək başqa insanlara özlərini sübut etməyə çalışırlar. Əslində videoya diqqətlə qulaq asan şəxslər də var. Mən bunu sevindim ki, ən azından təhlil, analiz etmək bacarığı yüksəkdir o insanların ki, mənim orada nə dediyimi tam şəkildə başa düşüblər. Orada mənim kimisə tənqid eləmək, qınamaq və yaxud da özümün dırnaqarası dinsiz olduğumu göstərmək deyil. Orada mənim məqsədim insanlara bunu çıxdırmaqdır ki, biz bəzi şeyləri çox səthi başa düşürük. Yəni düşünürük ki, bizdə hansısa problem varsa, bu problem bizim iradəmizdən asılı olan bir şeydir və insan zəif olmasa bütün psixoloji problemlərin ötəsindən gələ bilər. Məsələ düşünüldüyü kimi deyil. Yəni siz bunu düşünə bilərsiniz ki, hə, məndə bu problem varsa və yaxud da kimsə qumar asılılığından əziyyət çəkirsə, kiminsə zərərli bir vərdişi varsa, bu onun iradə problemi ilə bağlıdır. Amma psixoloqun gözündən baxanda məsələ biraz daha fərqli olur. Orada hansısa patoloji vəziyyətlər ola bilər ki, siz bunun haqqında məlumatlı olmadığınız üçün qınamaq sizin üçün daha rahat gəlir. Dini nöqteyi nəzərindən yanaşan bəzi insanlar var ki, onlar qınamağa daha açıq olurlar ki, yəni sən dini dünya görüşün zəngin olmadığı üçün depressiyaya düşürsən, dini dünya görüşün olmadığın üçün, Allaha bağlı olmadığın üçün müəyyən problemlərin ötəsindən özün gələ bilmirsən. Yəni bu nə qədər düzgün düşüncədir, bu nə qədər reallığı əks etdirir. Bu sualı mən verməyə çalışmışam, amma gedib izləyə bilərsiniz videonu. Əgər birinci dəfə də bu video qarşınıza çıxırsa, yenidən izləyənlərdə, bu videonu izləyənlər, əvvəlki videonu izləyənləri nəzərdə tuturam. Gedib bir daha o videonu izləyib baxsınlar ki, mən orada kimsə qınamışam, özümün dırnaqarası dinsiz olduğumu ifadə etməyə çalışmışam, yoxsa orada hansısa bir məqamı qeyd eləməyə çalışmışam, yəni bilmədiyimiz tərəfləri göstərməyə çalışmışam. Məlumatı olmayan şəxslərə də onu qeyd edeyim ki, gedib xəstələrin beynəlxalq təsdiqatında diaqnozları araşdırsınlar və onun real səbəblərinə baxsınlar. Əgər cəmiyyətdə hər şey dinlə həll oluna bilərdisə, onda heç bir psixoloqa, heç bir həkimə ehtiyac olmazdı. Hamı dindar olardı. Cəmiyyətimizdə ancaq dindarların sayını artırardı, onlar insanlara tövsiyə eləyərdi və bütün problemlər həll olardı. Onu da əlavə olaraq qeyd edim ki, həqiqətən də dini inancı olan bir insanın özünü idarə etmə bacarığı, yəni hər kəsə şamil eləmirəm, amma bir çox insanlarda dini inanc yüksək olanda onların psixoloji tarazlığı daha yaxşı olur digər insanlara nisbətdə. Çünki onlar özlərindən daha ali bir varlığın həyatlarını düzənlədiyinə inandıqları üçün bu onların həyatına müsbət təsir göstərir. Mən bunu qəbul edirəm. Sadəcə bir məsələ var, dediyim kimi, hər şey ondan həll olunmur. Yəni bəzi məqamlarda bizə köməklik göstərə bilər. Amma düşündüyünüz qədər sadə deyil bu məsələ. Yəni düşünün ki, bir insanın qolu sınır, siz deyirsiniz ki, sən ged Allaha yalvar, sən ged dinini möhkəmləndir, qol sınığın düzələcək. Onda həkimə heç kim getməz. Yəni bizim ruhumuz da elədir. Yəni ruh təkcə dinlə bağlı olan bir məqam deyil. İnsan ruhu da zədələnəndə onu düzəltmək üçün nələrisə ehtiyac olur. Din onlardan sadəcə biridir və müəyyən məqamda insanlara yardım edə bilər. Amma daha dərin vəziyyətlərdə bizim özümüzün belə, yəni psixoloqların belə müdaxiləsi yetmir. Orada mütləq şəkildə biz psixiatr müdaxiləsini tövsiyə edirik, dərman vasitələri təyin olunur. Yəni bu qədər səthi yanaşmaq düzgün deyil və elə insanları da iradəsi zəif olan insan və yaxud da dünya görüşsüz və yaxud Allaha bağlı olmayan biri kimi təqdim etmək, mən deyərdim ki, biraz insanın məlumat azlığından irəli gəlir. Burada diqqətli olmaq lazımdır. Bir insanı qınayan zaman, ona tanımadan fikir yazan zaman dəfələrlə düşünmək lazımdır. Çünki o insanın fikirlərinə siz bələd deyilsiniz. İki cümləsindən insana tənqid yazmaq, özünüz düşünün. Çox sağ olun videonu izlədiyiniz üçün təşəkkür edirəm.